Niyə dizaynda hazır mebellərdən istifadə etmirik? Hazır mebellərin mənfi cəhəti standart ölçüdə olmasıdır. Biz istənilən otağı dizayn edərkən o otağın quruluşuna, hündürlüyünə, eninə, uzunluğuna uyğun olaraq mebelləri dizayn edirik. Bu zaman biz xüsusi mebel yaratmağa ehtiyac duyuruq. Standart mebelləri istədiyimiz ölçüyə sala bilmədiyimiz üçün xüsusi sifarişlə hazırlanan mebellər bizim köməyimizə çatır. Məsələn, yataq otaqlarında standart qardirob dolabı istifadə etmək istəsək, bu zaman hündürlük problemi yaşanır. Standart qardirob dolablarının hündürlüyü 2.20-2.50 arası dəyişir, amma otaqlarımızın hündürlüyü minimum 2.80-dən 3.20-yə və daha artıq hündürlüyə kimi dəyişə bilir. Yaranmış hündürlük fərqinə görə dolabın üzərində tozlanma baş verir, heç bir saxlanc yeri kimi istifadə etmək olmur. İstifadə etdikdə isə çirkin bir görüntü yaranır. Bunun tək həlli yolu var. Dizayn zamanı otağın ölçülərini nəzərə almaq və buna uyğun mebel sifariş etmək. Bununla yanaşı material və rəng seçimi sərbəstliyi kimi üstünlüyü var. Nəticə etibarilə sifarişlə yığılan mebellər daha uyğun və keyfiyyətli olur.